çayı ver, bir çay verin içirsən. Bir çay ver. Elə o metrə yedi çay verim. Şaşkına çay ver içirmən. Çəkirik. Bu nə mahnıdır? Ay çəkirik biz onu. Amerikada qlobala düşmüş mahnı. Nədir? Hə, nə edirik? Çəkirsən? Çoxdan çəkirəm. Ömür boyu məni belə şey eləyir də indi deyə bilmədiyimdən. Salam, mən YouTube izləyicilərim. Necəsiniz? Həncərisiniz, vəziyyətiniz, keyfiniz, Bu düşdü halınız. biraz. Sizcə, mən onsa düşsə də tanınmır. Hər dəfə bir video gəlir. Mənim sizcə bugünkü qonağım kimdir? Bugün YouTube-u kimlə çəkirik, hazırlayırıq, düzəldirik, nəysə. Dananam. Mənim. İlanlı qız, ilansız günəşlə. İlanı ölüb, ilansız gəlir. Evet. Deyir ki, o biraz düşür. Onsuz da düşsün də bunu tanımaq olur. Hər dəfə bir video gəlir və günəş bu gün mənə hədiyyələrlə gəlir. Öncə bunu göstəreyim. Mənim ən sevdiyim cowboy style. Çəkdən, öz-özümə danış. Cowboy style. Qızı paltarına durğun. Paltarıma da uyğun. Bir çay ver içimdən. Geçən düşdü kamera. Bir çay ver içimdən. Bir qəşəng düşdün, hə. Billər də. Deməli, bugün axıra kimi bununla çəkəcəm. Başımda bu olacaq, çünki paltarıma uyğundur. Niyə soxursan gözümə? Uyuşturmalı. Və günəş mənə çiçəklər gətirib. Özü çiçəklərdən gözəl. Canım. Mənim video çəkmək bugün heç yoxdur. nastroyam yox idi. İşçilərim bilir ki, içəri girəndən, hə, ev yoxdur olmasın. Başa bax. İçəri girəndən iç sifətində girmişdim, amma bunları görən kimi nastroyam güzəldir. O saat deyib gülüb danışmağa başladım. Keçək proseslərimizə, sonra danışaq. Nə videonu saxlayırsan? Zıp qosi vaxtı. 10 dənə saxlayaq. Bax, mən bunu gəllədən də videonu saxlayacağım. Sonra ikincini xoş belə seviyəcək. Təbirləyim. Günəş, yenə bu nə saçla gəlmişsən? Deməmişəm bu saçları bu evidə salıb mənim yanıma gəlmə. Başını tutdum. İşin yoxdur. Nə yoxdur? İşin yoxdur, qəşəng saçlarım. Hə, davam edirik. Hə, kəsəcəm orası. Kəsəcəm. Hə, nə indi bilmirəm axı. Danış desən, mən ayüsü qəşəngdir axı. Harası qəşəkdir, getmişsən merinos qoyunlarına döndərmişsən. Bu nədir, qurban olun? Röyanın cücə mahnısını oxuyan vaxtlarını oxşuyursan. İndi gəl bu videonu çək paylaş. O cücədə idi belə. Sənə belə edirdi. Mən bunu paylaşım, rüya mənə. Gəlin, sən deməmişəm bu saçları bu evidə salıb mənim yanıma gəl. Ay, sağ ol. Hər şey oradan da qaytaracam qalır. Heç yerə bu nə saçla gəlmişsən deməmişəm bu saçları bu evidə salıb mənim yanıma gəlmə. Heç yerə bu nə... Ay, sağ ol. Oradan da fırladacam qalır. Ahir kadına var idi, o kişilərini yiyirsən. O da mahnıdır. Sən o kadınla yiyirsən. Özümdən də siləcəm, onu paylaşaq deyiləm. Cücər röyansam. Şəbaşıya yığaq qaydamışsın. Röya nə dedi? Hə. Getdi bir Dedi ki, röyanın cücə şey Dedim röyanın cücə filmindəki başlığa oxşuyursan. Dedi ki... Hə, yaxşı, bəs də. Uşaqların qaldı baxacaq. Sağ olun, gəlirəm. Yox, düzəltdim nədir, düzəltmədim nədir. Keçmişdə bizim uşaqlarımızın bir dənə kinosu var idi. Yudan arvadı. Gəlirdi belə cəmat öldürürdü, çıxırdı, gedirdi. Tosunu yudan arvadıyam. Mən də var. Sonra da kocam bana diyor ki, get saçını sarı elə. Sən Allah, sən bu viddə mənim. Neyse. Sən başa düşdün mən nə deyirəm. Sağ olun. Elə mən... Onun ağlında qalmaz. Sağ olun, həşlik mola vermişim. Onun belində saçı qalmır. Yorğunluq üzümüzdən tökülür. Beləcə oyana gəlsə, yəni belə sürüşmə zat prosesə. Onu çəkəcək, sifətimə zəngim arayalım. Bir-birini qıraqılı oturur. Xoşbəxtsiz? Söndürün.
Günəş çox xoşbəxtdir. Bax, istəyirəm buradan üzündən görünür. Zaten bundan sonra... Red Bull kanatlandırır. Ben bir de bu başını yılanlayacağım. Kim istiyor? Ha get də. Az dedim bana. Aa dedim. Aa. Bir də sən edirlər. Yeri deyipler. Nə Kimi üçün deyip. görürəm? Sen içelim mi? Benim arada ben geledim ha. Gələcək nəyəsə. Arada Mənim ana qeyrətim namusum. Papaqım ver. Tokum mu da? Toxumlar da. Bir tane sen Mən nə deyirdim? Onu da sattılar. Var səslər. Ağzında var. Birini de ye. Az da vereyim. Ne verme. Bizi sana... Başı vermişti. Prosta söhbətin çox pis momentində elədim. Bilmirəm, söhbəti kəsib yoxsa bunu anqırdım. Kesme. Oraya bir gitsin. Hə, gözdə elə də getsin. Ver onu. Bu deyil. Ne istiyorsun sen? Deyir gedək ötdən. Zehirler ne olur? Tut. Acını da tut. Bunu tut. Əldir də əl. Sən xeyr ola gəlib satıb belə-belə. Ne istiyorsun? Mən bir şey yox, sən yox öldürər. Ne istiyorsun? Ha? Ne? Yaxşı, belə qaynayın. Kızım ver ama. Siz niyə biabır edirəm? Dedim o şeyleri ne baba? Dedi eləmə. İlanı diş atırdı. İlan nə tər dişləri vuram? Öz əl atır var. Rengi. Sana. Hani qalıb ondan? Yok kalmadı. Kalmadı. Hayır, qalmadı. Salam. Kırmızı adam. Kaldı yok. Deməli, halım da yoxdur. Həqiqətən bu gün biraz çox yorğunam. Amma günəşin enerjisi məni oyadır, sirkələyir. Günəşə, bunu öldürür amma. Günəşə ilk sualımı verəcəm. 5 sualımız var. Bildiyiniz kimi bütün məşhurlara 5 sual verirəm. Günəşə ilk sualım gəlsin. Günəş, sənə sosial şəbəkə insanısan. Səni ən çox elə tanıyıram. Sosial şəbəkədə çox aktivsən və sual vermək istəyirəm. Sosial şəbəkədə sənə gələn ən qəribə mesaj nə olub? Sən bunlara bəzi danışardıq, mən fikirləşirdim çox. Ən qəribə mesaj, Hə. sual yoxsa? Sual, mesaj, ən qəribə nə diqqətimi çəkib? Qəribə. İzləyicilərdən sənə gələn. Valla izləyicilərdən heç nə deyirlər ki, fərqlisən də. Necə oldu belə fərqləndin? Okey, onu hamının fikridir. Zaten hamı bilir ki, fərqlisən, heç kimin ilanı yoxdur. Sənsən bir dənə o Hə də ilan onu- qurbağa ilə oynayan, o başqa. Elə olur ki, məsəl üçün çox qəribə. Qəribə oldu ki, ağzıma hörümçək salmışdım. Aha. Hörümçək də zəhərli hörümçəkdir, ağzımın içindən çıxartmışam onu. Hə. Və çoxsu ondan qorxub sual verdilər ki, necə ölmədin, zəhərlənmədin? Onun ayaqları tüklüdür, zəhərlidir. Qəribə Denən 7 canlıyam da. dedim də elə. Məsəl üçün mənə qəribə gələn nədir sosial şəbəkədə? İndi hamımız qadınıq, indi hərənin öz izləyici, hərənin öz kütləsi var. Mənə ən çox qadınlar tərif yazır, qadınlar sevir, qadınların maraq dairəsindəyəm. Məsəl üçün o mənim məsəl üçün qəribə gəlir də. Mən də tərsinədir balam. Onu bilmirəm, sən də tərsinə. Mən də tərsinədir. Qadınlar mənim paxıllığımı çəkirlər. Hətta qadınları boş ver, yaşlı xanımlar qızım deyə elə gözəl müraciət eləyirlər ki, tanımıram amma o qədər çox sevirəm, o qədər çox istəyirəm. Hə, o mən Məndə oğlanlar məni çox sevir. okey. Yaxşı. Kəs burada. O bəllidir. O bəllidir, narahat olma. Qızlar paxıllığımı çəkir, gözlər götürmür. Hə, o heç də. İndi o yəni o da normaldır. Və bu qədər də yoxdur, çox paxıllığımı çəkirlər. Paxıllığı çəkib nə ediblər məsəl üçün? Heç nəsə mane eləyiblər. Mikrofon alıb bəziləri axramıcı danışır. Səhnədə mikrofonu alırlar, səhnədən düşəndə müğənnilərə aiddir. Dalımca danışmaqları var. Aa. Nə yaxşı. Açıq-açıq deyirəm. Ad çəkməyəcəm, özü bilir, sırf dalımca mikrofonla danışım, bir-iki dənə müğənni var. Mikrofona düşüb səsi. Mənə obyekt yiyəsi yığıb deyib ki, sənin səhnədən sonra sən mikrofonu al, sənin dalınca danışanlar bunlardır. Hə. Mən gedəndən sonra.
Bəs sən heç nə Üzümə demirsən deyə ya? bilmirlər də, hamıca hürürlər prosta. O heç də hamı elədi. Onsuz da o danışanlar hamı arxadan danışanlardır. Üzünə zaten cürəti olsa o onu boynuna alıb. Bir dənə video paylaşmışdım, itlər hürür. Eynən hürürlər prosta. Onlar arxadan havlar. Mən də elə bir ona oxşayan bir video çəkmişdim. Heç nə. Allah köməyin olsun. İnşallah hər şeyin ən yaxşısı senin olsun. Sənin Hər olsun. zaman öndə ol. Mahnı var, sənin olsun. Ay, sənin olsun sən. Sən hər zaman öndə ol, təcə pahalılığını çəksinlər. Evet. Qoy arada bir qoşul da söhbətə, bir reaksiya ver. Bilmirəm bu nə. Bir qıraqdan, ortadan, nə bilim, Arada yuxarıdan, aşağıdan görüşür. Çəkən arxamda. Ən arxada Söz demə. də atmalıydım ki, danışasan da. Baxın, sudan qalmışsan orada. Mən danışsam, Уже все gedir, reç. İşıqlarımızı, səhnənin işıqlarını yandırar. Hə, o həmişə yanır. Səhnənin işıqlarını yandırar. Gəlsin Günəşə ikinci sualımız. Nə sual verirəm, Günəş ağzımdan vurur ki, yoxdur, olmayıb, bilmirəm. İkinci sualımızı verək, ən azından cavab verə biləcəyi, ilişdirə biləcəyimiz bir sual. Səhnə arxasında Günəş necə biridir? Səhnədə görürük çılğın, dəlisov, bütün dəlilikləri eləyən. Bəs səhnə arxasında, evdə, Kövrək, özünə qapalı, gözü sulu biri. doğrudan Çox. heç təsvir eləmirəm. Sən məni bir dənə çöldə maşında təkcə görəsən. Vay, Gözümün suyu dayanmır. doğrudan Allah haqqı. heç Allahın təsvir sözü, eləmirəm səni elə. Səhnədə deyirəm, güləm oynayıram. Arxa kadrlarım tam başqadır. Allah dərd verməsin. Sevincdən ağla inşallah. İnşallah. Ən uzun sualıma cavab tapa bildim. Gəl üçüncü sualı da verim. Hamı səni İlanlı qız ləqəbi ilə tanıyır da, İlanlı qız Günəş deyirlər. İlk dəfə özün bu adı eşidəndə necə hiss keçirdin? İlk dəfə xəbər saytında Eşitdin, hə? gördüm, yazıblar ki, şəhərdə ilanla gəzən qız və kommentlərdə insanlar mənə İlanlı qız adını qoyduğunu gördüm, özüm şoka düşdüm. Gördüm, mənim öz adımdan tanıyan yoxdur, elə səhifəmin də adını İlanlı qız qoydum. Amma məncə elə o da sənə yaraşır. Biraz da belə üz cizgilərində belə oxşatmısan sənə deyim. Ya bilmirəm, o qədər ilanla görmüşəm ki. İlanla yaşamaqda ilana oxşamışam. Yox, pis mənada demirəm, doğrudan bax gözlərinin belə uzun. Əslində gözlərimi hamı tərifləyir, deyir çox qəşəngdir, o başqa. Amma belə bir niyə nəsə belə də cizgilərində də elə belə oxşadıram. Atasının yanına bağlasan, Həmrəng mövzu, olma. hə, eyni mövzudur. İndi ilanla yaşamaqda ilana oxşamışam. Başqa bir şey yox. Xarakterin oxşamasın. Xarakterim Sancmayasan. lazım olanda sancıram. Sancmayasan. Sancıram, zəhərli Lazım oluram. olanda hamı sancır da, lazım olanda sanc. Ondan çəkinmə, geri qalma. Tüp qaşındır. Hə. Heç. Günəşə gəlsin. Yatmısan Günəş? Уже axşamdır, saat neçədir? 11-ə işləyir, hamımız yorğunuq və Günəş artıq yatıb. Gedəndə demişik, oyadaq ki, artıq hazırsan, dur get. Enerjim. Roliklərimizi çəkək, göndərək. Deməli, Günəşə 4-cü sualımız gəlir. 5-ci sual zaten şablon sualdır. Bütün məşhurlarımıza verdiyim sualdır deyə 4-cünü sonuncu sualı hesab eləyirəm. Günəş, sürünən ilanla çətindir, yoxsa iki ayaqlı ilanlarla? Ətrafımız zaten iki ayaqlı ilanlarla dolu həyatım. Onların O çətinliyi. bəllidir. O bəllidir. Bəli, onlar Hamımız, hər birimiz uğraşırıq onlarla. uğraşırıq. Mən uz uğraşmaq istəmirəm, vecimə deyirlər. Hə, indi hansı ilə çətindir? Sürünəndən yoxsa iki ayaqlı İki ilə? ayaqlılar. Çox çətinlik yaradıblar sənə. Nə qədər də əlimi dibarım, qolumdur. Nə qədər əlimi belə qolumun yarısına qədər, lap yarısı yox, amma burdan kəsim salım, bal eləyim, verim bunların ağzına. Deyirlər ki, yox, zəhərdir. O Nə insan ilan saxlayırsan da, vəzə elə bilirlər ki, zəhərlidir. zəhərdir. Yəni Elə bilirlər ki, qolun da zəhərlidir. nə qədər yaxşı olsan belə, səni pis görürlər. Ona görə ki, ayaqlı ilanlar bunlardılar. Bəzilərin. 98% pisdir. 2% orada yaxşı var. O da ki, öz ailəmizə aid olan insanlardır. Hə, ailəmizdə də ilanlar var hətta. O da baxır da indi o ailəyə. Heç bir şey. Günəşdən eksklüziv cavablardayıq. Bəli. Hal-hazırda özüm də belə qəribə qalmışam bu cavablara. Nəysə, axırıncı sualı saçlarımız hazır olanda verəcəm. Hələlik bay bay. Keçən səfər bax o bal söhbətində gətirim. Dostum işləyir restoranda. Sən çəkirsən?
orada biraz oyna. Oynadacağım şu oyunu rahatlıkla. Sonra sen videolarını ne çekilir? Ne? Sonra sende ne çekilir? Hələ heç nə, bir oradan şey gedir. Tabii. Bitti, videomuz bitti. Mənim əziz, dəyərli YouTube izləyicilərim, Günəşimin saçları hazırdır. Görün necə günəş çıxdı buralara. Saç özünə gələndən sonra. O bayaqçını gördünüz də belə merinos saçları. Ha. Hə, qəşəngdə o yaxşı sözdür əslində. Merinos nədir? O sortdur. O sortdur, növdür. Allah büyükündür. Hiç adam. Bu da bax. Bu. O makaron başdır. Hə, yaxşı. Makaron baş qızım. Günəşə dönəndən sonra çox qəşəng, çox gözəl göründü. Orada bir adamlara ləzzət eləyir də indi o söz. A bu hər hali ilə gözəldir. Merinos halı ilə də, makaron halı ilə də şirindir, yeməlidir. Onu bağlayandan sonra deyəcəm. İndi tutsa başqa şey olacaq. Günəş 5-ci Günəş şokdaçı burada nə baş verir? Burada nə verir baş? Günəş 5-ci və orada 5-ci və sonuncu sualımı verirəm qadınlara məsləhətim. Qadınlara məsləhətim. Heç kimə inanmayın. Sevirəm sözünə inanmayın. Ağlınız olsun, həyatınızı özünüz üçün, öz ayaqlarınızın üstündə dayanın, özünüz üçün də yaşayın. Sevgidən əziyyət çəkən bir qadın danışdı. Yaralı O saat bilinir ha. Öpürük sizi. Növbəti vlogda görüşərik.